Salam əziz abituriyentlər və müəllimlər. Bu gün sizlərə ədəbiyyatdan Molla Pənah Vaqifin Pəri qoşmasını izah edəcəm. Dərsimizə keçmədən öncə kanala abunə olaraq videolarımızı bəyənməyi unutmayın. Deməli, ilk öncə başlayaq əsərin forma xüsusiyyətlərindən. Görürük ki, Pəri qoşması yazılıb, yəni əsər qoşma janrında yazılmışdır. Və bir əsəri qoşma janrında götürmək üçün həmin əsərdə hecanların sayı 11 heca olmalıdır. Həmçinin qafiyə quruluşu A, B, C, B birinci bənddə və yaxud da AB, AB formasına, yəni ya sərbəst ya da çarpaz qafiyələnməlidir. Digər bəndlərdə isə üçü eyni qafiyələnir, biri isə birinci bənddən uyğun olmalıdır. Həmçinin qoşma janrında götürmemiz üçün mütləq və mütləq sonda ad və yaxud da təxəllüsdən istifadə olunmalıdır. Buna yanaşı qoşma janrında yazılan əsərlərdə bəndlərin sayı tək olur, yəni 3, 5, 7 hecadan ibarət olur. İndi əsəri qoşma janrında götürmək üçün ilk öncə əsərin qafiyə quruluşuna baxaq. Bilirik ki, qafiyə misra daxilində və yaxud da misraların sonunda səs tərkibi etibarilə bir-birinə yaxın olan sözlərə deyirik. Biz baxırıq ki, billur, pəri-pəri sözləri təkrar olunur. Bunları saxlayırıq hələ. Billur, minadan, düşübsən və sonadan. Bu sözlərdə qafiyəni axtarsaq, görürük ki, minadan və sonadan sözləri qafiyə təşkil edir. Yəni, hər ikisinin iki hecası eynidir. Burada zəngin qafiyədən istifadə olunur. Qafiyə təşkil edən sözləri eyni hərflərlə işarə edirdi. Bunlara yazaq B. Ancaq billur və düşübsən, bunlar qafiyə təşkil etmir. Bunlara da yazaq, birinə A, birinə də C. Deməli, birinci bəndin qafiyə quruluşu necədir? A, B, C, B. Bu cür qafiyələnməyə sərbəst qafiyələnmə deyirik. Bu sərbəst qafiyədir. Həmçinin qoşmanın birinci bəndi A, B, A, B formasında da ola bilər, yəni çarpaz şəkildə də qafiyələnə bilər. Birinci bəndin qafiyə quruluşu oldu bu cür. İkinci bəndə baxırıq ki, məzəli, təzəli, gözəli. Bu üçü öz arasında həm qafiyə təşkil edir və bu qafiyə bu qafiyələrdən heç birinə uyğun gəlmir. Yəni biz bu hərflərdən artıq burada istifadə edə bilmərik. Məsələn, bunlara da yazırıq D, D, D. Ancaq baxır ki, anadan sözü sonadan və minadan sözləri ilə eynidir, qafiyə təşkil edir. Deməli, bunlara B yazmışdıqsa, buna da artıq B yazmalıyıq. Daha sonra nazik, nazik, nazik sözləri bunlar təkrar olunur. Onlardan əvvəlki sözlər tel, bel, dil sözləri qafiyə təşkil edir. Yine bu qafiyədə bunlardan heç biri ilə uyğun olmadığı üçün bunlara da fərqli deyək. Məsələn, ye, hənadan sözü ancaq anadan, sonadan, minadan sözlərinə yenə qafiyə təşkil edir. Ona görə buna da B deyəcəyik. Daha sonra maralın, xəyalın və camalın. Üçü eynidir. Həm qafiyə təşkil edəcək. Məsələn, yazaq bunlara T. Ancaq binadan sözü yenə digər qafiyələrlə uyğun olduğu üçün yazacağıq B. Sonra səhərdən, sərdən, nəzərdən. Üçü də qafiyə təşkil edir. Eyni olduğu üçün bunlara da yazaq E. Ancaq sənadan sözü yenə digər bəndlərin son misrasından eyni olduğu üçün buna da yazacağıq B. Deməli, əsərimizin qafiyə quruluşu necə oldu? Birinci bənd A, B, C, B formasında, digərləri D, 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 B formasında, Y, B formasında və sair bu şəkildə davam etdi. Yəni, bu qafiyə quruluşu qoşmanın qafiyə quruluşudur. Daha sonra bəndlərin sayına baxsaq 1, 2, 3, 4, 5. Necə bənddən istifadə olunur? 5 bənddən istifadə olunur. Qoşma da demişdik ki, 3, 5 və 7 bənddən ibarət ola bilər. Daha sonra şeir nə ilə yazılıb, yəni hansı formada yazılıb desə, bilirik ki, şeir vahidləri 3 dənədir. Misra, beyt və bənd. Biz görürük ki, hər bənddə 3 misradan çox istifadə olunub. Yəni 3 və daha çox misradan istifadə olunursa, biz buna artıq bənd deyirik. Yəni qısacası desək 2-dən çox misra varsa, bu artıq bənd hesab olunur. Biz də baxırıq ki, 1, 2, 3, 4, 4 misradan istifadə olunub. Deməli, əsərimiz bəndlər formasında yazılıb. Həmçinin də 4 misra olduğu üçün dördlük şeir şəklində yazılıb. Bilirik ki, şeir şəkli misraların sayına müəyyən olunur. Əgər 4 misra varsa 4'lük şeir şəkli deyirik, 5 misra varsa 5'lik şeir şəkli deyirik və s. bəndlərlə yazıldı və 4'lük şeir şəklində oldu. Daha sonra biz demişdik ki, minadan sonadan sözləri qafiyə təşkil etdi və qafiyə təşkil edən sözlərdən sonra pəri sözləri var. Bilirik ki, qafiyədən sonra təkrar olunan sözlərə nə deyirik? Rədif deyirik. Deməli, pəri sözü bizim nəyimizdir? Rədifimizdir. İndi biz qeyd edə bilərikmi ki, əsər rədifə əsasən adlandırılıbdır? Bəli, bu zaman doğru olur. Ümumiyyətlə, əsərin 3 adlanma vasitəsi var.
Bir var, ilk misra ilə adlana bilər, ilk misra. Rədiflə adlana bilər və həmçinin də xüsusi bir ad qoyula bilər. Məsələn, tutaq ki, ilk misra ilə məni candan usandırdı. Məni candan usandırdı qəzəli. Məhəmməd Füzulinin məni candan usandırdı qəzəli ilə bu cürdə başlayır. Məni candan usandırdı, cəfadan yar usanmazmı? İlk misra ilə adlandırılır. Rədiflə, məsələn, elə Pəri əsəri rədifə əsasən adlandırılır. Xüsusi bir ad vermək, məsələn, tutaq ki, deyək, Mikail Müşfiqin Həyat Sevgisi əsərini. Həyat sevgisi. Həyat sevgisi əsərində nə həyat sevgisi ifadəsi ilə əsərimiz başlamır, nə də ki, həyat sevgisi həmin əsərdə rədif deyə iştirak etmir. Artıq əsərə xüsusi bir ad verib həyat sevgisi. İndi deməli, əsərin adlanma vasitəsi nəyə əsasən oldu? Rədifə əsasən oldu. Daha sonra bilirik ki, qoşma aşıq şeiri janrıdır. Aşıq şeiri janrları da heca vəznində yazılır. Yəni, əsərimiz yazılıbdır heca vəznində. Daha sonra pəri sözünə baxsaq biz, həmçinin də gərdənin çəkilmiş minadan pəri, bir bölük yaşılbaş sonadan pəri. Pəri həmçinin də nədir? Bədii xitabdır. Yəni əsərdə müraciət obyektidir. Bəzən testlərə də belə də düşə bilər ki, əsərdə müraciət obyekti ilə əsərin adı eynidir. Bəli, müraciət obyektimiz pəridir, həmçinin əsərin adı da pəridir. Bu zaman artıq doğru fikir olur. Daha sonra əsərin misra daxili bölgüsü. Qoşma janrı 11 hecadan ibarət olduğu üçün 11 hecalı əsərlərin misra daxili bölgüsü 3 cür ola bilər. Ya 5-6 formasında ola bilər, ya 6-5 formasında ola bilər, ya da 4-4-3 formasında ola bilər. İndi baxaq əsərin misra daxili bölgüsünə. Boyun sürahidir, bədənin büllur. Gərdənin çəkilmiş minadan pəri. Sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş, sonadan pəri. Biz baxırıq ki, 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5. Burada da 5-dən istifadə olunur. Yəni, birinci bəndimiz bütövlükdə 6+5 bölgüsündə olur. Daha sonra, ixtilatın şirin, sözün məzəli. Şəkər gülüşündən canlar təzəli. Ellər yaraşığı, ölçə gözəli. Nə gözəl doğubsan, anadan pəri. Burada da yenə hamısı 6+5 formasında bölünür. Daha sonra üz yanında tökülübdür tel nazik. Burada artıq 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3. Bu artıq 4-4-3 formasında oldu. Sinə meydan, zülf pərişan, bel nazik. Ağız nazik, dodaq nazik, dil nazik. Ağ əllərin, əlvan, hənadan pəri. Burada artıq biz baxırıq ki, bu 3 misramız 4-4-3 formasında bölünür. Ancaq sonuncu misramız yenə 6+5 formasında bölünür. Daha sonra, ovçusu olmuşam, sən tək maralım. Çıxmaz xəyalımdan, hərgiz xəyalım. Ənliyi, kirşanı, neylər camalın. Sən elə gözəlsən, binadan pəri. Burada yenə hamısı oldu 6+5 formasında. Daha sonra günəş təki hər çıxanda səhərdən. Alırsan Vaqifin əqdini sərdən. Duaçınam, salma məni nəzərdən. Əskik olmayasan, sənadan pəri. Burada da baxırıq ki, birinci və üçüncü misramız 4-4-3 formasında bölündü. Ancaq ikinci və dördüncü misramız 6+5 formasında bölündü. Ümumiyyətlə baxırıq ki, misra daxili bölgüsündə həm 6+5 şəklində bölgü var, həmçinin də 4-4-3 formasında bölgü var. Amma çoxluq təbii ki, necədir? Çoxluq 6+5 formasındadır. Yəni sizə desək ki, əsasən 6+5 formasında bölünübdür. Doğrudur. Ancaq desək ki, bütün bəndlərdə 6+5 bölgüsündən və yaxud da bütün bəndlərdə 4-4-3 bölgüsündən istifadə olunur, bu zaman yanlışdır. Ya verə bilər ki, əsasən 6+5 bölgüsündən istifadə olunur və yaxud da elə ikisini də verə bilər ki, 6+5 4-4-3 bölgülərindən istifadə olunmuşdur. Ümumiyyətlə, çoxluq hansındadırsa, əsərin bölgüsü də ona əsasən müəyyən olunur. Daha sonra əsərin qoşma janrında götürülməsi üçün həmçinin sonda adın və yaxud da təxəllüsün işlənməsi mütləqdir. Biz bilirik ki, Molla Pənah Vaqif əsl adı Pənahdır. Yəni, Vaqif onun təxəllüsüdür. Biz də görürük, sonda öz təxəllüsünü işlədibdir. Deməli, sonda təxəllüs
var. Və təxəllüs və yaxud da ad verilən bəndə də aşıq janrlarında deyirik möhürbənd. Möhürbənd. Deməli, aşıq şeiri janrlarında son bənddə əgər ad və yaxud da təxəllüsdən istifadə olunubdursa, həmin bəndə deyirik möhürbənd. Diqqət yetirmək lazımdır, şairin öz adından və yaxud da təxəllüsündən, ləqəbindən istifadə olunmalıdır. Daha sonra var vahid bölgü prinsipi, vahid bölgü prinsipi. Bir də var bütöv söz prinsipi. Bütöv söz prinsipi. Vahid bölgü prinsipi nədir? Bütöv söz prinsipi nədir? Bilirik ki, vahid bölgü dedikdə, hansı ki biz əsəri böldük 6+5 və yaxud da 4+3 formasına. Yəni, bölgü nəyə deyildi? Misra daxili edilən fasilələrə bölgü deyildi. Heca vəznində yazılan əsərlərdə vahid bölgü prinsipi pozula da bilər, pozulmaya da bilər. Yəni, biri var əsəriniz başdan ayağa bir dənə bölgüyə uyğun olsun. Məsələn, hamısı elə 6+5 formasında bölünsün. Bir də var, əsərinizdə həm 6+5 olsun, həmçinin də 4+3 bölgüsünə istifadə olsun. Yəni, heca vəznində əsərlərdə bunun ikisi də ola bilər. Ola bilər ki, hamısı bir bölgüdə olsun, ola bilər ki, müxtəlif bölgülərdə olsun. Yəni, vahid bölgü prinsipi gözlənilə də bilər, gözlənməyə də bilər. Məsələn, bu əsərdə vahid bölgü prinsipi gözlənilməmişdir. 6+5 bölgüsündən də istifadə etmişik, 4+3 bölgüsündən də istifadə etmişik. Bəs bütöv söz prinsipi nədir? Bütöv söz prinsipi ümumiyyətlə sadəcə olaraq əruz vəznində yazılan əsərlərdə pozula bilər. Heca vəznində yazılan əsərlərdə bütöv söz prinsipi pozula bilməz. Yəni, bütöv söz prinsipi nədir? Biz böldük, misra daxili bölgünü müəyyən etdik. Ola bilər ki, əruz vəznində yazılan əsərlərdə biz sürahidir sözünü, bunu bir hecada deyək, hidiri digər bölgüyə keçirək. Ancaq heca vəznində yazılan əsərlərdə bu cür olmaz. Məsələn, əruz vəznində yazılan əsərlərdə canan sözünü bunu bir tərəfdə saxladıq, nanı digər tərəfə keçirə bilərik asanlıqla. Məsələn, mənim candan usandırdı qəzəldə bu şəkildə bölürük. Vahid söz prinsipi pozulur. Ancaq heca vəznində yazılan əsərlərdə artıq bütöv söz prinsipini pozmaq olmaz. Yəni, sözü iki yerə ayırıb o şəkildə bölgünü müəyyən etmək olmaz. Mütləq və mütləq bir sözünüz bitməlidir və bölgünüz ondan sonra olan fasiləyə aid olmalıdır. Buna da diqqət edirik. Yəni, bütöv söz prinsipi pozulmamışdır. Ümumiyyətlə, heca vəznində yazılan əsərlərdə də bütöv söz prinsipi pozula bilməz. Vahid bölgü prinsipi ilə bütöv söz prinsipini testlərdə çox qarışdırırlar. Ona görə də diqqətli olmaq lazımdır. Vahid bölgü dedikdə əsərin ümumi bölgü sisteminə baxacaqsınız. Ancaq bütöv söz dedikdə bu yalnız əruz vəznində olan əsərlərdə ola bilər. Bu zaman əruzda yazılan əsərlər üzərində təhlil etmək lazımdır. Deməli, bu olur bizim əsərin forma xüsusiyyətləri. Ümumiyyətlə, yəqin ki, hər birimiz bilirik ki, pəri qoşması şairin özünün tanıdığı bir qıza həsr olunub və həmçinin əsər qoşmanın məzmunca növü olan gözəlləmə nümunəsidir. Yəni, ümumiyyətlə, qoşmanın formaca növü var və məzmunca növlər var. Formaca növünə təcnis deyirik, ancaq məzmunca növü qıfılbənd ola bilər, ustadnamə ola bilər, vücudnamə ola bilər, gözəlləmə ola bilər və biz görürük ki, pəri adından da bəllidir, bir qadına həsr olunubdur və əsəri oxuduqca görürük ki, onun gözəlliyindən əsərdə vəsf olunur və demək ki, bu artıq nə sayılacaq? Gözəlləmə nümunəsi sayılacaq. Daha sonra pərinin xarici gözəlliklərinə mi, yoxsa daxili gözəlliklərinə mi daha çox diqqət yetirmək lazımdır? Ümumiyyətlə, Vaqif yaradıcılığında hər yetənə gözəl demir, onun həmçinin görünüşü ilə yanaşı daxili keyfiyyətlərdə gözəl olmalıdır. Ancaq bu əsərdə biz görürük ki, pərinin daha çox xarici gözəlliyinə diqqət yetirmişdir. Yəni, onun boyundan, bədənindən, gülüşündən və s. xarici xüsusiyyətlərindən danışır. Ona görə desək ki, daxili xüsusiyyətlərinə daha çox önəm verilmişdir. Bu artıq yanlış fikir olacaq. İndi keçək məzmun xüsusiyyətlərinə. Deməli, boyun sürahidir, bədənin billur. Sürahi ümumiyyətlə uzun boğaz şüşə qaba deyilir. Yəni, pərinin boyu o qədər gözəldir ki, onu sürahiyə bənzədir. Bədənin billur. Billur da şəffaf deməkdir. Burada təşbihdən istifadə olunmuşdur.
Gərdənin çəkilmiş minadan pəri. Gərdən yenə boy buxun və minadan sözü minadan da elə şəffaf şüşə mənasına işlənir. Yəni boy buxunun da şəffaf şüşədən çəkilmişdir. Sən ha bir sonasan, cüda düşübsən. Sona burada gözəl mənasında işlənir. Həmçinin ördək mənasında da işlənir. Məsələn, yaşılbaş ördək mənasında. Cüda da ayrı deməkdir. Yəni sən bir gözəlsən, ayrı düşübsən. Bir bölük yaşılbaş, sonadan pəri. İxtilatın şirin, sözün məzəli. İxtilat söz, söhbət deməkdir. Söz, söhbət. Yəni, söz söhbətin şirindir, sözün də məzəli. Şəkər gülüşündən canlar təzəli. Təzəli təzələnir deməkdir. Təzələnir. Şəkər gülüş bilirik ki, şəkər sözü burada məcazi mənada işlənib. Şəkər gülüş ola bilməz. Məcazi mənada işlənən təyinə də biz deyirdik epitet. Deməli, burada epitetdən istifadə olunur. Yəni, sənin şəkər gülüşündən canlar təzələnir. Ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğubsan, anadan pəri. Yəni, sən ellər yaraşırsan, ölkə gözəlsən, anadan nə gözəl doğulubsan. Həmçinin əsərdə ellipsislərdən geniş istifadə olunurdur. Yəni, burada olmalıdır, ellipsislərdə ixtisar deməkdir. İxtilatın şirindir, sözün məzəlidir, ellər yaraşıqsan, ölkə gözəlisən və s. Üz yanında tökülübdür tel nazik. Sinə meydan, zülf pərişan, bel nazik. Sinənin meydan olmağı burada mübaliğədən istifadə olunur. Yəni, meydan bilirik ki, geniş olur, sinəsinin geniş olduğunu, meydan kimi geniş olduğunu deyir. Bu mübaliğədir. Ağız nazik, dodaq nazik, dil nazik. Ağ əllərin əlvan hənadan pəri. Bu nə deməkdir? Ağ əllərin əlvan hənadan, yəni ağ əllərinə əlvan həna xına qoymuşdu, bunu demək istəyir. Ovçusu olmuşam, sən tək maralım. Burada özünü ovçuya bənzədir, həmçinin də pərini də marala bənzədir. Yəni, burada təşbihlərdən istifadə olunmuşdur. Çıxmaz xəyalımdan hərgiz xəyalım. Hərgiz heç vaxt deməkdir. Yəni, xəyalın heç vaxt xəyalından çıxmaz. Xəyalın çıxmamağı burada metafordan istifadə olunmuşdur. Ənliyi, kirşanı, neylər camalın, sən elə gözəlsən, binadan pəri. Ənlik, kirşan bunlar üzə vurulan vasitələr deməkdir. Ənlik yanağa vurulan, yəni qırmızı boya, kirşan isə pudra mənasında işlənir. Yəni, sənin camalın, camal üz deməkdir. Onları neylər? Sən elə binadan əvvəldən, əzəldən deməkdir. Yəni, sən elə əvvəldən gözəlsən, pəri. Günəş təki hər çıxanda səhərdən. Yenə pərini nəyə bənzədib? Günəşə bənzədib, təşbihdən istifadə olunmuşdur. Alırsan Vaqifin əqlini sərdən. Əql ağıl deməkdir, sər də baş deməkdir. Yəni, günəş təki hər çıxanda Vaqifin ağlını başından alırsan. Duaçınam, salma məni nəzərdən. Əskik olmayasan, sənadan pəri. Səna tərif, mət deməkdir. Yəni, tərifdən əskik olmayasan. İndi biz görürük ki, sonda öz təxəllüsündən istifadə etdi. Testlərdə bu çox düşür, heca vəzində, əruz vəzində yazılan əsərlərdə ki, sonda özünə müraciətdən istifadə olunur. Biz görürük ki, öz təxəllüsünü işlədir, ancaq özünə müraciət yoxdur. Özünə müraciət olsaydı, Vaqif sözü ortada gəldiyi üçün hər iki tərəfdə xitab olmalıydı. Həmçinin iyəlik halda yox, adlıq halda olmalıydı. Ümumiyyətlə, özünə müraciət nədir? Yəni, əsərdə özünü çağırsın. Bu da deyir, Vaqifin ağlını başından alırsan. Burada ey Vaqif demir. Sadəcə Vaqifin ağlını başından aldığını deyir. Yəni, öz təxəllüsünü işlədib, ancaq özünə müraciət yoxdur. Bu da olur əsərin məzmun xüsusiyyətləri. Sağ olun, sağlıqla qalın.